25 aprel 2026-cı il tarixində Altman Taekwondo klubunun Maştağa filialında idmançılar üçün maarifləndirici təlim keçirilib. Təlim milli dərəcəli hakimlər Rəşad Mehdiyev və Əli Əkbər Əliyevin iştirakı ilə Taekwondo üzrə təsdiqlənmiş yeni yarış qaydalarına həsr olunub. Görüş zamanı yenilənmiş qaydalar idmançılara ətraflı izah olunub. Qaydalardakı dəyişikliklərin yarış praktikasında tətbiqi barədə məlumat verilib. Təlim interaktiv formatda təşkil olunub. İdmançıları maraqlandıran suallar cavablandırılıb, yeni qaydaların düzgün mənimsənilməsi üçün vacib məqamlar xüsusi vurğulanıb. Altman Taekwondo klubunda bu cür təlimlər idmançıların yalnız fiziki deyil, taktiki və qayda biliklərinin inkişafına da xidmət edir. Rəşad Mehdiyev və Əli Əkbər Əliyev yenilənmiş qaydaların əhəmiyyəti, tətbiqi və idmançılar üçün vacib məqamlarla bağlı fikirlərini bölüşüblər. İndi isə hakimlərin mövzu ilə bağlı müsahibələrini izləyək. Ümumilikdə bu seminarın məqsədi idmançıları gələcək yarışlara hazırlamaq, onları yeni qaydalara tanış eləməkdən ibarətdir və gələcəkdə peşəkar hakim və məhdud yetişmələri üçün xüsusi bir rol oynayır. Seminarın planında ilk olaraq idmançılara yeni taekwondo və para taekwondo qaydaları haqqında məlumat verilmiş və həmçinin gələcəkdə gözlənilən taekwondo qaydaları haqqında da ümumi izahat verilmişdir. Və seminarın sonunda isə sual-cavab oyununda idmançılar iştirak eləmişdilər. Gələcəkdə idmançılara yarışlarda bol uğurlar arzulayırıq və gələcəkdə peşəkar hakim kimi yetişmələri üçün əlimizdən gələn köməyi əsirgəməyəcəyik. Təşəkkürlər. Yeni qaydalarla idmançılarımızı və məşqçilərimizi tanış etmək və hakimlik qaydalarını onlarda maarifləndirmək xarakteri daşıyıb. Bizə dəstək olduqları üçün başda Cahid müəllimə olmaqla Hacıəli müəllimə, Nigar müəllimə və Agil müəllimə öz təşəkkürümü bildirirəm. Altman Taekwondo klubunun növbəti video buraxılışlarından xəbərdar olmaq üçün bizi izləyin.